Heydər Əliyev Fondunun dəstəyi ilə Mənim Oğlum Qəhrəmandır layihəsi çərçivəsində təşkil olunan tədbirdə Leyla Əliyeva və Azərbaycanın müxtəlif bölgələrindən şəhid anaları və onların ailə üzvləri iştirak etdi. Görüş, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinə ehtiram və onların ailələrinə dövlət qayğısının ifadəsi kimi təşkil olundu. Tədbirdə Prezident, Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun şücaətindən və şəhidlərin qəhrəmanlığından danışıldı. Sonda tanınmış incəsənət xadimləri çıxış etdi. Qeyd edək ki, Mənim atam qəhrəmandır və Mənim oğlum qəhrəmandır layihələri çərçivəsində şəhid ailələri üçün silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər dövlət və xalqın hər zaman onların yanında olduğunu göstərir.